ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb. Onlardan 151 nəfəri panikaya düşərək özünü binadan atdığı üçün müxtəlif dərəcəli xəsarət alanlardır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən sonra evlərinə qayıtmağa qorxan və gecəni küçələrdə keçirən vətəndaşlarla görüşüb. Bələdiyyələr tərəfindən sakinlər üçün çadırlar qurulub, isti yemək və digər zəruri ehtiyaclar təmin edilib. Qeyd edək ki, ötən gün İstanbulda ardıcıl olaraq 6 güclü zəlzələ qeyd alınıb. Yeraltı təkanlardan sonra şəhər sakinləri təşvişə düşərək evlərini tərk ediblər. Gecəni məktəb heyətlərində, parklarda, idman zallarında və məscidlərdə keçirən insanlar arasında evlərinə dönməkdən imtina edənlər çox olub. Hətta şəhəri tərk edənlərin görüntüləri də yayılıb. Məlumata görə İstanbulu tərk edənlərin əksəriyyəti Tekirdağ istiqamətində hərəkət edib.